Salam değerli YouTube izleyicilerimiz, Zabrat dairəsindən Üzü Məhəmmədli dairəsinə gedən yolda, hər bir tərəfi yaşayış olan yerdə, dəmir yolu stansiyasına da yaxın məsafədə həm evin, həm də torpağın kupçası olan belə bir gözəl həyət evimiz satışa çıxıb. Videomuzu sona qədər izləsəniz bütün məlumatlarından da xəbərdar olarsınız. Evimiz ümumilikdə 2 sot torpaq sahəsindədir. Yerdən də 9 daş kürsüdə tikilib. Betonludur, kəmərlidir, 4 bir tərəfi qoşadaşla tikilib. Evin padvalına da girişi var, çardağına da girişi var. Sənədi evin də torpağın da kupçasıdır, sayğaçlarının hamısı qoyulub. Qazı suyu işığı da daimi fasiləsizdir. Keçək evimizin içinə. Həyətimiz tam daşla döşənilib, həyətə maşınlar, 2 maşın daxil ola bilər və yaxud 1 maşın. Sol tərəfdən evin ətraf hissəsinə keçib baxa bilirsiniz. Evimizin qiyməti cəmi 58.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız olsa qiymətdə də endirimi olunacaq ev sahibi tərəfindən. Kombi xətti çəkilib. Yeni təmirdən çıxmış evdir. Yaşayış olmayıb. Aboyları vurulub, polunun lakına qədər hamısı çəkilib. Hər bir otağın geniş pəncərəsi var. Bir geniş mətbəx, bir qonaq otağı, bir yataq otağından ibarətdir və əlavə sanitar qovşaq. Evimizin qiyməti 58.000 manat, ipotekaya da yarayır. Əgər ki, bank sizə dövlət ipotekası ayırırsa, buyurub yaxınlaşıb. Evimizi istər bank yolu ilə, istərsə də nəqd şəkildə əldə edə bilərsiniz. Bu da ən sonuncu geniş yataq otağımızdır. Evlə bağlı əlavə sualınız olsa buyurun zəng edin. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sona qədər izlədiyiniz üçün təşəkkürlər. Göz haqqınızı halal edin.